Axşamınız xeyir əziz dinləyicilər, Avtodiaqnoz efirdədir. Bir saata yaxın müddət ərzində sizinlə mən olacağım aparıcınız Elmin Bayramlı və bugün avtomobildən danışacağıq hər zaman olduğu kimi. Qonaqlarımızı təqdim etməzdən əvvəl istəyərdim Bakının xaotik nəqliyyat sistemi ilə bağlı qısa bir məlumat verim ki, 8 noyabr prospektindən üzü Zığ dairəsi istiqamətinə sıxlıqdır. Yusif Səfərov küçəsindən Heydər Əliyev prospekti istiqamətinə və burada artıq göstərir ki, Babək prospektindən Heydər Əliyev prospekti istiqamətinə çıxışda da hərəkət tam dayandırılıb. Yəqin ki, orada yolu bağlayıblar indi tənzimləmək üçün. Heydər Əliyev prospektində bir sıxlıq yoxdur. Gülarə Qədirbəyli küçəsində Elm və Təhsil Nazirliyinin qarşısında Gənclik metro stansiyası istiqamətində sıxlıq müşahidə edilməkdədir. Bununla yanaşı 20 yanvar metro stansiyasından sıxlıq isə başlayır. Bakı-Sumqayıt yolunun hətta bu dəfə Xırdalanı da keçir. Necə deyirlər? Xırdalan dairəsinə qədər deyirdik hər dəfə. Bu dəfə dairədən də oyanan bir sıxlıq var. Azneft dairəsi istiqamətində sıxlıq var və şəhərin mərkəzi hissələrində, hansı ki Sahil metro stansiyası, 28 may metro stansiyasına paralel bütün küçələrdə söhbət gedir. Burada Azadlıq prospekti, eyni zamanda Dilarə Əliyeva, Şəmsi Bədəlbəyli, Bülbül, Nizami, bir sözlə yəni bu ərazilərdə konkret sıxlıqdır. Və bugün bir test etmiş oldum. Günorta vaxtı normalda adətən sıxlıq olmur, amma bir neçə dəfədir ki, sıxlığa düşürük. Mən şəhər istiqamətinə, elmlər istiqamətinə gedəndə yolda sıxlıq var idi. Qaydanda ənənəvi olaraq Şəmsi Bədəlbəyli küçəsi ilə, hansı ki Qış parkının yanından gəlib, Sahil metro stansiyası, oradan Neftçilər prospekti, oradan artıq Babək prospektinə çıxıram. Bu dəfə dedim Azneft dairəsini yoxluyum və nə yaxşı ki yoxlamışam. Son bir neçə aydır ki, istifadə etdiyim yolda gördüm ki, daha tez çatdım. İndi deyirəm, günorta vaxtı bu özünü doğrultdu. Axşam saatlarında da indi sıxlıqda baxıram, Azneft dairəsi istiqamətində elə bir sıxlıq yoxdur. Neftçilər prospektində də yola çıxdı. Amma Sahil metro stansiyasının qarşısı, Bülbül küçəsi və digər ərazilərdə isə Şəmsi Bədəlbəyli həmin hissədə də sıxlıq var. Yolunuz açıq olsun və biz başladıq. Bizə SMS yazın. WhatsApp nömrəmiz 055 977 10 33. Bizə zəng edin. Ulduz 10 33. Davam edirik. Dəyərli dinləyicilər, qonaqlarımızı mən istəyərdim təqdim edim. Anar Təhsilov, mühərrik ustası Çilingər bizim efirimizdə əvvəldə olub. Anar usta. Salam, axşamınız xeyir olsun. Çox sağ olun. Bizi sahib seçib dəvət etdiyiniz üçün minnətdaram. Yəni izləyicilərimizə fikrimi bildirmək istəyirəm. Yəni kimin nə sualı olsa Chevrolet Opel ilə bağlı müraciət edə bilər. Ümumiyyətlə bütün avtomobillərin mühərrik işini görürsünüz, düzdürmü? Biz demək olar ki, Chevrolet Opellərə baxırıq. Hə, daha çox Chevrolet Opel. Suallarımız olacaq Anar ustaya və istəyərdim Baba Hüseynovu təqdim edək biz. Cənub Avto 001 aksesuar mağazasının satış meneceri Baba Hüseynov. Xoş gördük Baba bəy. Salam, axşamınız xeyir olsun. Çox sağ olun bizi sahib seçib çağırdığınız üçün. Mən elə bizə aid nə suallar varsa cavablandıra bilərəm. Sizə aid nədir Baba bəy? Məsələn, nə satırsınız? Cənub Avtomobil aksesuarlardır, LED işıqlardır, monitorlardır, çuxollardır, yan ayaqaltılardır, vetraviklərdir. Yəni bir çox aksesuar var. Mümkündür bizim bizə daha çox bu işıqlandırma sistemi ilə bağlı yazırlar. LED işıqlar və digər işıqlar. Bunun quraşdırılması zamanı nə etmək lazımdır ki, ümumiyyətlə narahat qalmayasan, problem olmaz. Şəxsən mən bir sürücü olaraq heç vaxt avtomobilin işıq sisteminə müdaxilə etdirmirəm. Yəni burada narahat qalması bir şey yoxdur. Orada heç nəyə müdaxilə olunmur. Yəni hər avtomobilin indi öz LED işıqları və ya xenon işıqları gəlir. Yəni ona görə müdaxilə əvvəldə qaldı. Siz necə? Burada işdən çox şey asılıdır. Bir var, Qustar üsulla artıq avtomobil VAZ 2107 və buna LED işıq quraşdırırıqsa, burada deməli nəsə düz getməyə bilər, düzdürmü? O indi belə deyim də sizə, indi hal-hazırda Sovet maşınlarına da belə deyim, Sovet maşınlarına da hazır LED işıqlar gəlir. Yəni işıq hazır gəlir, düzdürmü? Burada hər hansısa bir ötürücü, keçirici, heç nə qətiyyən. Yəni zavod qanunu. 099 363 0001 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Cənub Avto 001, Instagram, TikTok, sosial şəbəkələrdə bu formada gedir, düzdürmü? Cənub Avto 001. Anar usta isə dedi ki, Chevrolet Opellərlə bağlı nə sualınız olsa, buyurub deyə bilərsiniz. Bəli, həm də bizdə ehtiyac hissələri də mövcuddur. Biz özümüz Dubaydan gətiririk, mühərriklə. Chevrolet Opel. Zapsaslar da olur. Yəni ehtiyac olanda məsələn burada tapılmayan detallar da olanda onda sifarişini gətirməsi mümkündür. Opelin ən dözümlü modelləri hansılardır? Opelin ən dözümlü modelləri mən deyərdim ki,
98-97-ci illər Opel Vectra'lardır. Ən 1.8 Z motor deyirlər də. Ən dözümlü motor demək. Remenli motor olsa da, yəni uzun ömürlü motordur, dözümlü motordur. Hətta 1.4 Astra H-lar var ki, 2001, 2008, 2004, 2008, 2009-cu illərə kimi buraxılıb. O modellər də yaxşıdır. 1.4 sepli mühərrikdir. İki model dediniz. Yoxdur bunun başqa modeli, bir ikisini deyək. Yox, yəni digər 2 motorları var, Vectra belədir. Onlar da yaxşıdır. Yəni ümumiyyətlə kiçik motorlardan mən nəzərə tuturam ki, yəni həm ekonomiya cəhətdən, həm də uzun ömürlü, həm də keyfiyyətlidir. Opelin yeniləri niyə Azərbaycan bazarında çox görmürük? Sadəcə belə izah eləyərəm. Yəni Opel Corsa. Corsa, yəni o biz millət olaraq maşının birinci motoruna çox görünüşünü Görünüş o deyil. Görünüş bizə Akvalar qurbağa yoxşuyur, amma yenə də qalır axı. Bəyənirik, alırıq. Ona görə adicə Chevrolet Cruze'ların köhnə modelləri daha çox sevilir, bəyənilir, sürülür. Təzə modelləri görünüş olaraq çox adam bəyənmir. Ona görə hamı köhnə modelləri üstünlük verir. Ona görə şəhərdə də köhnə modellər daha çox üstünlüyü təşkil edir. İstədim Baba bəydən bir məsələni soruşum. Mən hərdən bu TikTokda, sosial şəbəkələrdə qarşıma çıxır, sırf faralarla bağlı. Bəzən bir faranın dəyişilməsi avtomobil elə bir 5 il cavanlaşdırır. Bəzi, nə bilim, necə deyim, risunka sözü necə ifadə edim, təsvirimi deyim, görünüşümü deyim, fərqlidimi deyim. Sizdə də var məsələn belə? Bəli, bizdə də bir çox avtomobillərə var. Yəni Chevrolet Cruze'lara gəlir. Elantra 2011-15 modellərinə gəlir, F10, F30 modellərinə gəlir. Yəni görünüş olaraq bəli, cavanlaşdırır maşını. İndi F10 modellərinə bu saat yəni G30 stilli deyirlər bazarda, elə faralarımız daha çox tələb görən olardı. Bəli, bəli. Bəs kredit necə, varmı? Taksit kartı ilə ödəmə? Bəli, bir kartdır, tam kartdır, kreditdir. Hamısı təşkil edir. Bəli, bəli. Kreditin şərtləri necədir? Kreditin şərtləri elə bil ki, ferium kapitaldır. Məncə gecikmə olmasın. Yəni gecikmə olmasın, tək şəxsiyyət vəsiqəsi ilə kreditləşdirib veririk. Neçə aylara bölünür? Faiz necədir? 3-12 aylara bölünür. Hər ayında öz faizi vardır. Onu bank tərəfindən qoyulur. O biz müdaxilə edirik. Yəni nə qədər müddət qısa olsa, faiz bir o qədər az olur. Bəli. 055 977 1033 nömrəsinə yazırsınız. Bu gün universalıq. Həm ustamıza suallarınızı yaza bilərsiniz. Eyni zamanda hansı aksesuar, ümumiyyətlə avtomobilin LED işığı, çxol, monitor nə maraqlandırırsa sizi yazın bizə. Biz də sizin sualları cavablandıraq. Eyni zamanda TikTokda isə Avtodiaqnoz Araz FM yazıb bizi tapa bilərsiniz və orada da sizdən gələn sualları cavablandıracağıq. Mən isə bir məlumatı sizin diqqətinizə çatdırmaq istəyirəm. Baş sponsor Yevrol yağları. Və bizim elə bir baş sponsorumuz var ki, dünyanın 95 ölkəsində rəsmi distributorla satış həyata keçirilir. Ondan çox beynəlxalq avtomobil yarışının qalibidir və Azərbaycanda saxtası olmayan tək-tük yağlardandır. Nəyə görə Yevrol deyirik? Ona görə ki, bu yağın satışı yalnız Yevrolun tərəfdaşlarında həyata keçirilir. Bazarda, digər yerlərdə pərakəndə şəkildə əldə etmək mümkün deyil. Yevrolun tərəfdaşları isə Azərbaycanın bütün bölgələrində var. Eyni zamanda paytaxt Bakının bütün rayonlarında siz Yevrol yağlarını əldə edə bilərsiniz. 050 320 36 36 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Instagramda isə yevrol.az yazmaq kifayətdir ki, bizim orada müsabiqələrimizdə iştirak edəsiniz və qalib ola biləsiniz. Bizim isə qısa bir reklam fasiləmiz var. Reklam fasiləmizin ardınca studiyadayıq. Avtodiaqnoz davam edir dəyərli dinləyicilər. 055 977 1033 dəyişməz olaraq bizim nömrəmizdir. Ulduz 1033 də yenə zəng edə bilərsiniz bizə və sizdən gələn zəngi də gözləyirik. Bizə zəng edin. Ulduz 1033. Qonaqlarımız isə bir daha təqdim edim. Cənub Avto 001 aksesuar mağazasından Baba Hüseynov bizim qonağımızdır. 099 363 0001 yadda qalan nömrədir. Aksesuar mağazasının adı ilə eynidir. TikTok, Instagram, digər sosial şəbəkələrdə də yazıb tapa bilərsiniz. Nə sualınız varsa yazın, səsləndirək. Mühərrik ustası Çilingər Anar Təsilov isə deyir ki, siz 055 555 85 08 nömrəsi ilə əlaqə saxlasaz. Bəli, eyni nömrənin 070-i də mövcuddur. Baksel nömrənin WhatsApp-ı da aktivdir, yəni. Bəli, həm siz Opel, Chevrolet markalarının istənilən modeli ilə bağlı bütün suallara cavablandırır və bunların ehtiyat hissəsi də sizdə toplanıb. Deməli, Baba bəy, mən
indiyə qədər məndə olan avtomobillərin bir çoxunun üzərində gələn monitoru dəyişdirmişəm. Mən sizdən bir məsləhət almaq istəyirəm. Koreyadan gələn avtomobillərdə də, Yaponiyadan gələn ümumiyyətlə avtomobillərdə o monitorun dilini başa düşmək olmur. Biz monitoru dəyişəndə yalnız monitor mu dəyişir? Çünki baxıram səsdə də fərq olur. Görüntü sözsüz fərqli olur. Yəni tövsiyə eləyirsinizmi ki, xaricdən maşın gətirənlər elə birinci onun monitorunu dəyişsinlər? Bəli, tövsiyə eləyirəm. Xaricdən maşın gələndə yəni dilin dəyişmək olmur. Elə proqram yoxdur ki, o monitorun dilini dəyişsinlər. Qaldı ki, səsdə fərq olunmağın o hər modeldə dəyişir. Elə modellər. Məndə bütün maşınlarda fərq eləyib. Elə modellər var Yəni ki, pis idi. Yaxşıya doğru. Çox üzr istəyirəm, mən yaxşıya doğru dəyişdim. Məsələn, üzərində gələn monitorla onun verdiyi səs elə bil daha zəif idi. yəni elə modellər var ki, usunitillə gəlir. Elə modellər də var ki, sadə sistemlə gəlir. Ona görə səsində hər avtomobilin öz səs funksiyası olur deyə, bəli. Qiymətləri neçədir bu monitorların? Qiymətlər Minimumdan maksimuma deyin də. minimum 100 manatdan başlayır, maksimumdakı 300-350 manat İndi modelinə görə Gəlin dəyişir. etiraf edin. 100 manatlıq monitor qoyanda Waze belə səslər çıxartmır. İndi işləyir, yəni indi 300 manatlıqla bir işləyə bilməz o. Telefon kimi də bu 200 manatlı telefon aldım. Yox, razıyam mən sizdən. Yəni o Mən açığı, yəni dedilər RAM-ı 4-dür, nə bilim nədir. Yəni o monitorda Waze işlədə bilmədim də. yəni qardaş 100 manatlıq monitorda 100 deyil, 4 RAM 130 gəlir. idi. Yəni 130'luq olsa, yəni təmiz 4 RAM 64 yaddaş minimum 160-170 manatdan başlayır. Yəni 4 RAM 64 yazılır, sadəcə o proşipkadır. 232. 230. Kaldırılır da Bəli. profil. Mən istəyirəm, yəni bu aldanan insanlar çoxdur həqiqətən də. Bu aldananlardan biri mən. Girdim, baxdım, nastroykasına gördüm, orada yazılıb 464. Dedim, belə də yəni buna da, amma siz baba müəllim deyir ki, burada barmaq eləyirlər. İndi mən aldanmışam, yəqin ki, həmin vaxt Cənab Avto aksesuar mağazasını tanımırdım. Bundan sonra yaxınlaşırım, çox xahiş edirəm. Mənə elə monitor verin ki, sonra da Waze-lə əlləşməyim orada. İnterneti qoş, uzaq ol, dəftəri problemləri. Yox, elə şeydən narahat olmayın, yəni hər model. Məsəl üçün müştəri var, yaxınlaşır ki, mənə bir də flash kart getsin bəs. Bəs eləyir. Bəs eləyir. Pultusu olsun bəs eləyir. Yəni ona 100 manatlıq, 120 manatlıq monitor qane eləyir. Yox, müştəri də yaxınlaşır ki, Waze-də istəyir. İndi taksi sürən qardaşlar var, taksinin proqramı qoyur. Yəni o 100, 120, 130 Ona cavab vermir. Bəli, cavab vermir. Bəs olur ki, tutaq ki, bunlar işlədikcə daha zəifləyir. Belə deyim də sizə, versiya söhbəti var orada. Bəli, versiya keçdikcə zəifləyə bilər. Yəni o da tez bir zamanda yox da, bir müddətdən sonra. Yəni telefon kimi də update gəldikdə, Telefon kimidir. hər dəfə bir yenileme gəldikdə gedir. Mən istərdim Anar ustadan bir soruşum. Deməli Anar usta, bu Koreyadan gələn avtomobillərdə söhbət dizel mərişli avtomobillərdən gedir ki, bunların xroniki bir xəstəliyi var ki, 150 minə bir sep başmaq dəyişilməlidir, müəyyən bir müddətdən sonra uzanır. Bu Opel və Chevroletlərin ayrı-ayrılıqda desək, nə xroniki xəstəliyi var? Yəni Opel sürən, Chevrolet sürən fikirləşməlidir ki, neynəsin tutaq ki, 50 mindən bir, 100 mindən bir bu mütləq olmalıdır. Az öncə bura gəlməmişdən öncə mənim bir müştərim var idi. 160 min probegi var idi. Maşında yağ axıdan yerlər var idi. Qaldırdıq, baxdıq ki, yəni sinədə prokladka var. Onu dəyişdik. Termostatına baxdıq. Yəni vacib detallarda pompasını nəzərdən keçirdik. Yəni bu probegdən həm də 150-160 mindən sonra biz özümüz müştərin, yəni orada sexdə saxlatdıq ki, yəni ki, baxın, biz bunun üst krışkasını sökdük, göstərdik ki, müştəriyə ki, yəni bunun sepində də uzanmalar var. Yəni bu onsuz da sinə prokladkanı dəyişmək üçün bu sepi sökürük. Gəlin bunun sepini də dəyişək. Yəni müştəri onunla razılaşdı. Həmin biz dediyimiz o orijinal detallarla, yəni CM məxsus olan detallarla əvəzlədik ki, ən azı müştəri o sepi də, o prokladkanı da 50 min, 60 min sürə bilsin. Yəni ucuzlu detal da qoya bilərdik. Mən o izah elədim. Demə bu prokladkanı qoyarıq, işləyəcək, amma qısa müddət işləyəcək. Amma yaxşı bir, keyfiyyətli bir ehtiyac hissəsi qoyanda müştəri də 50 min, 60 min sürə bilir. Anar usta işinin peşəkarda Zəka bəy yazıb. Allah razı olsun. Təşəkkür edirik. 20 Kuza Prius ABS düzəlir deyə bir sual veriblər. Onu təmir eləyirlər, prosto yəni eşitdiyi məlumatlara görə, amma tam
uzun müddət işləmir də. Deməli mən bu məsələyə bir aydınlıq gətirim analizdə. Mən açığı bilmirdim. Bu Priusların ABS probleminin daha çox qlobal olduğunu. Bəli, Priuslarda belə bir problem var. ABS problemi daha çox özünü göstərir. Paytaxtda olan Priusların bəlkə 90%-dən çoxunun ABS-yə yığılıb, Bəli, bəli. ya da başqasından dəyişib. Yəni özü üstündə zavodda gələn 10 Prius olmur. Yəni işlənmişlə əvəzlənir də. Yo, indi onu mən bilmirdim. İndi deyimdə necə öyrəndim. Deməli, proqraj servisdə bu tək Prius yox, digər avtomobillərin ABS sisteminin yığılması həyata keçirilir. Zəmanət də verirlər. Deyək ki, Anar Ustanın Prius avtomobili var. Gətirir ki, qardaş bunun ABS-in neçədir təzəsi? ABS-in təzəsi də deyim ki, hardasa 1500 manatdan üzü yuxarıdır. Yəni yenisi də bu bahadır. Olar. Bu bahadır. Bu avtomobilin ən bahalı yeri buradır. Keçən dəfə biz Toyota Corolla Fielder'i maraqlı 2700 manat idi. Bir dənə ABS. Yapon maşınlarına ehtiyac edən o Sırf bu hissəsi bahadır. Məsələn, sağ qanadlı, sol qanadlı, bu ferdi, bunlar elə baha deyil. Açığını deyək. Amma bu bahadır. Deməli, bizim proqraj servisin ustaları, hansı ki, Səbuhi bəy, dünyada mənə elə gəlir ki, Anar usta bəlkə böyük ehtimal razılaşmayacaq, öz ustad deyə. Yaxşı ustalar bu Pakistandan çıxır. Elə bil onlar yoxdan var eləyirlər də bu ustalar. Yoxluğa o qədər öyrəşiblər ki, detalı belə əridib bir təhər düzəldirlər. Onun videolarına biz tez-tez baxıram. Avtobus yığırlar. Hə. İndi məsələ budur ki, Dubayda Pakistanlı ustalar var ki, onlar deyiblər ki, bəs hər dəfə siz bu qədər ABS alıb hara aparırsınız? Səbuhi bəy deyib ki, bəs bu ABS bizdə lazım olur da. Deyir, niyə təmir eləmirsiniz bunu? Deyiblər ki, bəs bunun ABS-in təmiri bu öz ustalar buradan gedir Dubaya, o Pakistanlı ustalar bu işin qaydasını öyrədirlər ki, qardaş, bunun qaydası budur. Və zəmanətli şəkildə də təqdim eləyirlər bu gün. Proqraj servisdə, yəni yaxınlaşırsınız proqraj servisə, sizin Nə orada qədər zəmanət verirlər ki o işə? avtomobilin burada məsələ nədir? Yığılandan sonra, ABS sistemi yığılandan sonra bir gün sürürsünüz avtomobili, yenidən gətirirsiniz və orada yoxlayırlar, nə orada hava buraxırlar, neynirlər, tormozun, müəyyən bir mərhələlər var. Təkrar bir dəfə də test eləyirlər. Belə 6 ay 1 il zəmanət verirlər və amma avtomobillər ondan da uzun müddətli gedir. Özünüzdə birisi işləmiş hissələrə uzun müddətli zəmanət verilmir. Çünki bu sürülmə şəraitindən asılı. Sən onun Qubadlı yolunda sür ABS-i bir 2 aya gətir. Qubadlıda yolu təmirsiz deyilə deyirəm. Hər dəfə gedəndə orada biz əziyyət çəkirik. Və yaxud da ki, gedim də bilmirəm, hansısa bir kənddə dağda dərəcədə dağıt ABS-i gətir və ABS-i dağıtmanın da öz yolları var da. Sırf buna görə müddət belədir. Amma mən məsələn dostlarımızdan maraqlandım ABS yığdıranlarla. Yəni 2 ildən çox heç yada düşmürdü. O ABS-i təzədən nəyinisə bir düzəldək, nəyinisə edək. Ona görə proqraj servisə yaxınlaşa bilərsiniz. 070 244 84 24 nömrəsində əlaqə saxlaya bilərsiniz. Orada sizə artıq ustalar kömək edir. Yəni o şərait varsa daha da yaxşıdır da. Yəni o mən bilmirdim. İşlənmiş alıb qoyur, misal üçün 3 aydır. Bizim bir yaxın dostumuz var. Onda da ABS problemi var idi. Təzəlik zəng düzəltdirdik. Bir həftə getmədi. Yəni işlənmiş qoydu yoxsa yığdırdı? Yığdırdı. İndi bilinmədi necə yığdırdı. Təzədən yəni belə bir problem hətta qoyulanda eşidirik də dost tanışdı. İşlənmişdi qoyulur. 6 aydan sonra yenə ABS sıradan çıxır. İndi bu proqraj servis zəmanətini verir də. Zəmanət versə yaxşıdır. Burada nə var ki, yaxınlaşırsan, gedirsən, düzəldirsən. Həm də sürücülər üçün də daha rahatdır. Çünki arxayın olur, təmir olunur, düzəlir, uzun müddətdə sürür. Bir də əlavə xərc çəkmir. Və elə söhbət proqrajdan düşmüşkən bir məlumatı sizin diqqətinizə çatdırım. Əgər sizin də avtomobilinizdə problem varsa, o zaman köməyə proqraj servis çatar. Servisin təcrübəli ustaları sizə avtomobilə dair bütün məsələlərdə kömək edəcək. Bununla yanaşı Toyota Prius, Honda, Nissan avtomobillərinin ehtiyat hissələrinin topdan satışı, yəni bu avtomobillərin demək olar ki, Azərbaycanda ən çox olan bütün markalarının ehtiyat hissələri formalaşıb. Çin istehsalı olan Changan, BYD avtomobillərinin ehtiyat hissələri, eyni zamanda istənilən avtomobilin ehtiyat hissəsi sifarişlə gətirilir və digər adını saydığım markaların isə ehtiyat hissələri stokda var. Bütün sosial şəbəkələrdə proqraj servis yazıb bizi tapa bilərsiniz. Nəriman rayonu Ələsgər Qayıbov 21 070 244 84 24 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sosial şəbəkələrdə isə proqraj servis yazmaq kifayətdir. Və biz davam edirik dəyərli dinləyicilər. Anar Usta ilə biz az əvvəl danışdıq. Xüsusilə Chevrolet, Opel sürənlər yaza bilərsiniz bizə. Bir zarafat var, bilməm də Anar Usta bura qəbul eləyəcək, eləməyəcək. Deyir, sosial şəbəkədə deyir, avtomobilim var. Deyir, yox. Deyir, heç olmaz Opel'in də yoxdur. Niyə elə deyirlər ay usta? Valla Opel'i indi Chevrolet yeni bir son 5 ildə məşhurlaşıb da. Yəni əvvəllər Chevrolet o qədər sürən yox idi. Amma yəni gözümüzü açandan Sovet maşını olub, ən çox da Mercedes-lə Opel sürülüb. Yəni Opel
elmi dildə, cəmaatın dilində hamı pisləyir, amma hamı da sürür. O əsasən də o pisləyən adamlar mən eşidirəm də dostlarımdan soruşurlar ki, qardaş Opel niyə pisləyirsən? Heç həmin adam bəlkə sürücülük vəsiqəsi yoxdur, heç maşını yoxdur, amma Opel pisləyir. Kimlərsə eşidib təkrar edir ki, Opel pisləyir. Həmin şeydir. Yəni amma şəhərdə də sürülür. Yəni həm az Mən o 1.4 o siz dediniz ya Opel H Astra. Mən ondan rayona getdim, gəldim. Yəni yanacaq deyilən şey görmədim. Nə tərcih edim. Çox ekonom maşındır. Avropa demək olar ki, Avropada ən çox sürülən maşınlar. Türkiyədə də ən çox sürülən maşın Opel. Mexanik korobkadır, yəni. Həm də rahatdır. Həm yanacaq sərfiyyatı da rahatdır. Yəni 4. Amma bizdə bu Opel Astra H-lar azaldı elə bil. Ya taksiyə görə azaldı, taksi artıq getmir deyə. Yox, ona görə azalmadı da. Bizdə yeni qanuna əsasən 10 yaşdan aşağı maşınlar ölkəyə buraxılmadan. Elə onu deyirəm, taksi qanunvericiliyinə dəyişəndən sonra getmədi. Ondan sonra ehtiyac olmadı. Daha doğrusu gətirə bilmədilər. Yaxşı, biz bu Opelin taksiyə yararlı 2015-16-cı il istehsalı nəyini gətirə bilərik? Valla indi Opel Astra K modelləri çıxıb. Onlar da 1.5 mərtəbə. Dözümlüdür? Dözümlüdür əlbəttə. Dözümlüdür. Eyni motorlar məsələn Chevrolet Malibu'ların üstündə də gəlir. Sadəcə Opellərin də üstündə həmin modellər gəlir. Yəni mexanika 6 skorusdur, həm ekonomiyadır, həm də şəhərdə də sürmək rahatdır. Şəhərdə də sürmək rahatdır. Həm də görünüş olaraq Astra H-dan qat-qat həm salon genişdir, bagaj tutumu böyükdür. Yəqin qardaş bilər o bazara çox gəlir. Düz azlıq təşkil edir. İndi ən çox Çin bazarı ölkəmizdə daha da məşhurdur. Çin avtomobilləri, Kitay avtomobilləri. Son zamanlar ona görə indi Avropada, Amerika bazarı biraz azlıq təşkil edir. Baba bəy, Cənub Avto aksesuar mağazasında Çin avtomobilləri üçün nələr var? Çin avtomobillərinin bəzi Çin avtomobillərinin aksesuarları bizim mağazada mövcuddur. Çangan Univelərdir, Unikalardır, BYD Destroyer 5-lərdir. BYD-lər olar. Bəli, var. Yəni olmayanda bizim rəhbərlik var, Pərviz müəllim. Yəni sifarişlə Çindən gətizdirir. Yəni o problem yox. Çexonları da avtomobil o oturacaq üzlükləri. Neçədən başlayır qiyməti? BYD Destroyer 05-dən söhbət gedir. Özümdə var, ona görə soruşuram. Onlarda xeyirli olsun. Sağ ol. Pramida gəlir də. Çollar ona görə onlara başlayır 130 manatdan. Çolları başlayır 130 manatdan. Yox var. 250-yə də var, 200-ə də var. Yəni kömürlü. Kömürlü deyə belə kömürlü. Məncə o material keyfiyyətli ola bilər. Yəni katan materialı var, nabuk materialı var. Yəni ona görə qiymət dəyişir. Bilirsiniz, mən bu üzlüyü niyə həmişə avtomobildə tərəfdarıyam? Niyə inirsən elə bu çirklənir də bu avtomobilin. Bu üzlük elədi ki, bir dəfə onu çıxartdın, oldu tərtəmiz. Ona görə də etibarlı bir seçimdir. Xəttə dinləyicimiz var. Gəlin görək bizim dinləyicimiz nəyi soruşur. İbrahim bəy olmalıdır. Axşamınız xeyir İbrahim bəy. Hər vaxtınız xeyir Elmin bəy. Salamlayıram sizi də, Anar Rüstanda, baba qardaşı da, baba Rüstanda. Çox sağ olun, çox sağ olun. Sualınız? Sualım baba qardaş olacaq. Buyurun. Mən Toyota Prius 20 gövdə sürürəm. Toyota Prius 20 gövdə üçün monitor nə məsləhət görər? Monitorlar, cürbəcür monitorlarımız var. Sizdə sadə sistemdir, yoxsa JBL sistemidir qardaş? JBL sistemidir. JBL sisteminə JBL-in elə öz monitorları da var. Belə Alpin monitorlarımız da var. Kulleri monitorlarımız da var. Yəni belə deyim də, JBL sistemi üçün 130 manatdan başlayır qardaş. Yəni ona blok gedir. Usnet ilə olduğu üçün blok gedir. Aha, onun quraşdırılması necə siz tərəfindən olunur, yoxsa onu Bəli, biz tərəfdən. Bəli, biz tərəfdən olur. 130-un daxilində də, yoxsa o əlavə? Bəli, 130-un daxilində. Onu ölçəm. Başqa, yəni o 130 manatlıq yəqin ki, davamlıdır, yəni keyfiyyət olur, yoxsa keyfiyyət olaraq deyəndə qardaş, yəni belə deyim də, yəni Waze zadı güclü işlətmir, amma belə Bluetooth-udur, flash kartıdır, klipdir, yəni rahat işlədə bilərsiniz də, arxa görüntü kamerasıdır. İbrahim bəy, sizə xüsusilə nə vacibdir? Yəni o olsun monitorda. Məsələn, sizdən əvvəl elə sualı mən də verdim. Mənə məsələn Waze rayona filan gedəndə lazımdır. Ona görə soruşdum ki, indi siz taksi sürürsüz yoxsa kuryer fəaliyyəti ilə məşğulam mən. Mənə 100% Waze lazımdır sizə. Waze ən çox o qədər lazım olmur, çünki telefonu tez-tez dəyişmək olmur da. Məndə proqram telefondadır, telefonu onu keçirtəmirəm. Ən çox mən istəyirəm, məsələn, həm bu mən sürdüyüm Yaponkadır, bunda Bluetooth yoxdur.
Bluetooth-a görə də məcbur o aparatlar var, zajqaniyə taxılan. Məcbur ondan istifadə edirəm. Ondan da rahat deyil, elə mahnını dəyişmək, radionu dəyişmək. Yəni elə bir monitorlar da var ki, menüsündə CarPlay proqramı var. Yəni onunla da qardaş elə bir monitor da ala bilər. Mən onu demək istəyirəm. Sifariş gələndə telefondan sifarişi qəbul edəndə monitoru ötürəcək. Yəni o monitorlar 200-220 manatdan başlayır. Amma CarPlay var da, rahat telefonun bütün menüsü monitorda olur. Yəni siz hər dəfə onu çevirməyə ehtiyac olmayacaq. O daha keyfiyyətlidir, həm də daha rahat olur işlətmək. Bəli. Çünki mən nəyə görə soruşdum? Mən monitoru quraşdırandan sonra bir iş yoldaşımız vardı. Onun avtomobilində oturan kimi sadəcə yerini dəyişirdim. Baxdım ki, veyz açıldı. Yəni avtomatik olaraq veyz açıldı. Soruşdu ki, yəni evə gedirsən, hara gedirsən. Yəni ona görə soruşdum, belə monitorlar da var. Bu daha rahat olar. Yoxsa siz deməli telefondan axtar, veyzdə sonra bir yaz, gəlsin o çıxana qədər sən ünvana çatdın. Elə monitorlarda bir endirim zat olur, o dedikləri İnşallah telefon. mağazaya yaxınlaşsınız, bəli, eləyərik endirim. Problem yox. Oldu bəy, çox oldu. Oldu. Təşəkkür edirəm İbrahim bəy. Yaxınlaşa bilərsiniz. Cənub Avto 001 Babəkdə maşın bazarında yerləşir. Instagram, TikTok, digər sosial şəbəkələrdə elə bu formada gedir. Cənub Avto 001. Yəni istənilən tapılmayan mallarda, yəni dediyim kimi rəhbərlik tərəfindən Çindən, zakasla, sifarişlə gətirə bilirik. 050 363 0001 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Mən elə Instagram səhifəsində siz danışan müddətdə onunla məşğul idim. Burada məsələn Tesla monitorlar var, Y60 monitorlar və paylaşımlara baxıram. Liplər, yəni maşın üçün aksesuar axtardığınız bütün aksesuarlar burada var. Səhifəni də izləyim. Yolum bilirəm ki, mütləq düşəcək mənim. Çünki ehtiyac olur həqiqətən də. Yenə deyirəm, avtomobili bir yerdə nəsə almaq daha rahatdır da. Görürsünüz mənə qədər aldadıblar bu aksesuar işində. Maşında mən siz necədir? Bir avtomobili alanda mənim maksimum ona vaxtım gedər bir yarım saat, 1 saat. Yəni avtomobilə baxıram. Boyasından o qədər başım çıxmır, yalan deyirəm. Amma o ağır qəzalar avtomatik bilirəm də, longeron, bakaven, detal dəyişimi. İndi hardasa boya olarsa, onda mənim üçün əhəmiyyət kəsb eləmir. Məsələn, qapıda boya olsun, o qədər olsun ki. Bir də ki, indiki ilə bir dövr ki, alınan avtomobillərin çoxsunu VIN kodunu yoxlayırsan, avtomatik hamısı çıxır. Yəni sən öz vəziyyət çəkirsən, yürüyüş məsafəsi. Kimsə dostlarına avtomobil almaq istəyir, deyirəm mən yaxşı gedək. Gedirib baxır avtomobilə bir sürdüm, orasına baxdım, burasına baxdım. İşte deyirəm qardaş, gedək ustaya bir dənə qaldıraq, altına da baxaq ki, pası çürüyorlar da, onu görməliyəm orada. Amma bu aksesuar işidir. Başım çıxmır da. Gedirəm, nəyi tərifləyirlər onu da götürürəm. Deyir, onu alma, bunu al. Sonra da gəlirəm, görürəm, həvəsim də olmur, xotum da olmur. İnansız bir dəfə avtomobildə deməli maqnitofonu dəyişdirdim. Köhnə Y-klasım var idi. Qardaş, 1 il onu mən radiosuz sürdüm də. Yəni radio nə eləmişlərsə radio işləmir. Mən də bütün gün radioda işləyirəm, radio qulağına. Ərinliyindən də getmədim. Axırda təsadüfən başqa şeyə getmişdim. Dedi, bunu taxmayıblar. Taxdı ora düzəldi. Mexanik olur. Mexanik. Ona görə deyirəm ki, yəni bu aksesuar məsələsində biraz həqiqətən də aldanma olur. Məhz buna görə də aldanmamaq üçün Cənub Avto 001-ə müraciət edə bilərsiniz və bir məlumatımızı da mən istəyirəm bizim sponsorumuz Şah Avtoparkdan sizə təqdim edim, sonra biz davam edək. Xüsusi sponsor Şah Avtopark. Şah Avtopark sürücü axtarır. Bəli, 800-1400 manat aylıq əmək haqqı təyin olunur və bundan da artıq ola bilər. 099 795 25 85 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sizdən yalnız sürücülük vəsiqəsi tələb olunur. Eyni zamanda lisenziya, digər sənədləşmə məsələlərində də sizə kömək ediləcək ki, bu işə başlayasınız. Avtomobil gün ərzində maksimum 12 saat sürülür. Bununla yanaşı istirahət günləri, digər hamısı əmək qanunvericiliyinə uyğun şəkildə tənzimlənir. Sizin əlavə işlədiyiniz bonuslar da sizə qaytarılır və digər avtoparklarla müqayisə etmək üçün sadəcə bir zəng kifayətdir. 099 795 25 85 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Və elə Anar usta buradakən bir məsələni sizdən soruşum. Anar usta, deməli mənim bir dostum var, həm də həmkarım, iş yoldaşımdır. Bu avtomobilin mühərrikini yığdırdı. BMW 328 dilim, köhnədir, bir 94-cü ildir. Elə baba bəyində fikrim maraqlıdır. Deməli avtomobilin mühərrikini yığdırdı, avtomobil gəldi, mühərrik vurdu. Yəni bildiniz, yəni sürə bilmədi də, yəni bir gün sürə bilmədi. Avtomobilin mühərriki yenidən sıradan çıxdı. Sonra apardılar yağnasos, təzədən yenidən bir 500 manata yaxın xərc çıxdı. 500 manatı bu xərcini çəkdi, digərini usta çəkdi. Sonra avtomobili sürdü, servisdən, Əhmədlidən
Əhmədli İkinci yuxarı dəfə hissəsi. təkrar. İkinci dəfə artıq düzəldi. Köhnə Günəşli istiqamətindən Əhmədli metro stansiyasına qabaq avtomobil yandı. Mühərrik başladı alışmağa. İndi bir şey soruşum sizdən. Burada indi usta yazıq ikinci dəfə ziyana düşüb. Yəni usta da bir dəfə ziyana düşdü. Təzədən indi yanıb da avtomobilin mühərrik hissəsi bir də yanıb ziyana düşüb də. Bu məsələ necə tənzimlənir? Bəlli olmadı ki, yəni o nədən yanıb və deyir ki, birinci elə onu da sizdən soruşum. Deyir birinci getdiyim yerdə birdən baxdım partlayış səsi gəldi. Mən elə bildim deyir maşın partladı. Baxdım tüstü çıxdı. Bu da qorxusundan maşından düşüb hamını çəkib qırağa ki partlayacaq da maşın. Sonra da nəsə söndürüblər. Mühərrikə indi heç nə olmuyor. Amma qıraq o elektrik sisteminin hamısı yanıb. Mənim ehtimalım buydu ki, mənim ehtimalım buydu. İndi o yanıb artıq onu bilmirəm də ekspertiza da təyin edə bilmir. Mənim ehtimalım budur ki, ya hardansa yanacaq axıb. Yəni orada partlayışa səbəb olası başqa nəsə var? Yanacaq axıb yanacaq da axa bilər, orada qısa qapanma da ola bilər. Qısa qapanma elektrikin səsi başqadır. Amma partlayış başqadır da. Partlayış, yəni ki, orada partlayış olası bir şey yoxdur. Ya birdən elə bil bum elib yanıb da, yəni birdən belə ola bilsin ki, yanacaq axıb o hansı ki babin deyirlər də o. Alışdırma şamlarının üzərində olur. Ya ola bilsin ona tərəf, yəni benzin axıb orada da daim iskır olur da. O iskırın nəticəsində partlayış baş verə bilər. İndi bu halda kim qarşılayır yəni? Valla onu bizən deyim ki, usta qarşılayır. Ola bilər usta. Yəni orada yenə deyirəm, o ekspertiza təyin olunsa ki, həqiqətən bu ustanın səhlənkarlıqsa, valla usta qarşılayır da. Yəni bizdə də olur da, biz də iş görürük. Hər hansı bir detalda, nəsə bağlayanda və yaxud da açanda bu detalda problem yaradır. Olur da, yəni köməkçi bağlayanda qırıldı. O mən müştəri aldırmıram. Onu mən öz tərəfimdən qarşılayıram və yaxud da xarab oldu, nəsə oldusa mən öz tərəfimdən qarşılayıram, quraşdırıram maşının üzərinə, müştərini yola salır. Deməli bizdə Santa Fe-də nəysə dəyişdirməli idi. Orada bir detal var. Dedi ki, usta dedi ki, valla bunu 99% çıxartmaq olmur. Da boltdu nəsə. Bu dedi elə bir yerdədir ki, bu qırılır. Qırılır, bəli. Elə şeylər bizdə də olur. Yəni əvvəlcədən dedi mənə. Mən özüm də hətta iş görəndə məsələn Chevrolet Cruze-larda bəzən katalizatorun yuxarı boltu var. O pas olur, açanda açmaq olmur. Bəzən olur ki, biz onu müştəri deyik ki, maşını sökməmiş ki, bunu apar svarşkin, yəni avtogenlə qızdırsın, o boltu əritsin, biz təkrar iş görək. Yəni onu mən öncədən deyirəm. Bolt qırılmağıdır, sıxanda və yaxud da açılanda bu olur, bu normal bir şey. Çünki bolt sıxılı vəziyyətdə qalırsa maşının üzərində bolt uzana bilər. Amma sürücüyə burada deməyəndə mən düşünürəm ki, sürücünün məsuliyyəti yoxdur. Yəni daş maşın götürüb maşında ümumiyyətlə maşın gəlir təmirə, biz onu sökürük. Hər hansı biz azca maşın gəlir təmirə, biz onun tok sistemi yoxlayırıq. Necə yoxlayırıq? Baxırıq ki, tok sistemində üstündən izolyasiyasını bağlayıcılar olur ki, hansı izolentlə olur və yaxud da bir qarmaşqa şlant olur. Biz onlar quruyanda biz müştəridir ki, bunun üstü açıqdır. Biz bunu tərpədirik və ola bilər bu içindən qırılsın. Biz maşını yığarıq, bu xodlanar və yaxud da hər hansı bir vanus dastikinə, hər hansı bir sensorlara voltaj, tok gəlməz. Yəni bunu öncədən deyirik ki, bunu tok sistemini düzəltdirin və yaxud da bərpa elət. Biz onu deyirik. Yəni ki, müştəri olur ki, mən maşını bura gələndə, bunda heç bir problem yox idi, siz sökəndə problem. Belə hallar tək mən yox, çox ustalar bundan qarşılaşır. Onu öncədən demək daha yaxşı. Daha demək etikdir, həm də ki, düzgündür. Elə müştəri də var. Sizdə də olur belə, babam elə. Sizdə də olur. Bizdə o hər sahədə olur. Yəni müştəri elə müştəri də var ki, deyirsən, yenə xeyr yoxdur. Hadisə olandan sonra xeyri yoxdur. Gəl əvvəlcədən desən, Yəni desən də xeyri yoxdur. Deyirsən də xeyri yoxdur. Əvvəlcədən deyirsən ki, qardaş, bax bunu açıram, 99% sınma ehtimal var. Açım. Deyir aç qardaş. Amma açırsan sınır, deyir niyə açdın sınır. O vəziyyət çox olur. Rastlaşırıq. 30 kuza rulavo yığılsa yaxşıdır, yoxsa dəyişsə? Bunu bilmirəm artıq. 30 kuza plus deyir də. Mən deyirəm dəyişsə. Dəyişsə yaxşıdır. Yəni ikinci əl etiyyətsəz tapa bilsən, yəni yenisi bilmirəm o qədər effektivdir ya yox. Az getmiş. Rulavo elə baha deyil ki, yoxsa bahadır? Yox, baha deyil. Bildiyim qədərində baha deyil. Mən bildiyim qədərlə baha deyil. Yox, baha deyil. Yenə də Proqaraj servislə əlaqə saxlaya bilərsiniz. Instagram və digər sosial şəbəkələrdə Proqaraj servis yaza bilərsiniz. 24 necədir? 24V 2002-ci il. Təəssüf ki, bilmirəm hansı avtomobili yazıb. Y-Class 4 fara deyir. C-Class da olar. C-Class da ola bilər, bəli, bəli. C-4 eyni mühərrikdir. Necədir? Mən bilmirəm, mən də olmuyorum. Əladır bir sözlə. Yəni Mercedes-də 111 motor. 111 deyil, bir də 112 motorlardır. Məndə 111 olub, amma 2 mühərrik olub da, zəif mühərrik idi. 112 motorlar mənim qohumum 500 minə yaxın motor açılmamış sürüb. Demək yarım milyon probegi olub.
O hələ O gedər. işləyir. Bəlkə dedim belə Bakı-Qazax yolunda gedir harasa. Yəni o motorlar işləyir. İndi düzdür, o tip o probeglə gedəsi mühərriklər yoxdur. O qaldı o vaxtki dövrlərdə də. Yəni o vaxtı hər şeyin keyfiyyətlisi idi. İndi hər şey kilometrajla da Prius gəlib də. vaxtla da. Prius gəlib yarım milyon gedir, yürüyüş məsafəsi dayanır, yenə də gedir. Hə, Prius. İndi təzə Kuzalar, təzə Priuslar köhnələr kimi dözümlü ola bilməz. Çünki yəni bunu istəsə zavod buraxar, sadəcə buraxmır da. Məncə Toyota-dır bu. Mən Toyota-ya nəsə çox güvənirəm. Toyota əlbəttə indiki zəmanədə ən az rasxod tələb edən maşın varsa, nə olsun Chevrolet ustası, mən bunu açıq şəkildə deyirəm ki, Toyota daha dözümlüdür. Yəni reallığı danışmaq lazımdır çünki şəhərdə sürülür. Toyota-nın həm detalları keyfiyyətli olur, digər maşınlarda da olur keyfiyyətli, amma Toyota zapsas alırsan Nissan'dır, məsələn Mitsubishi bir dəfə alıb qoyursan, illərlə uzun müddət sürsən, elə biz o detalı unutmursan da, heç onu dəyişdiyin yadına düşmür. Bəli, O elədir. cəhətləri çoxdur. Yəni düzdür, bahadır detalları, amma keyfiyyətli, orijinal detallar qoyanda işləyir. Baba bəy, deməli bu avtomobillərdə belə bir məsələ. Mənim qaynımın bir neçə avtomobili olub. Nə vaxt hansı avtomobili istəmişəm, qeyd şərtsiz sağ olsun deyib ki, yəni götürsün. Rahatlıqla elə avtomobil gələndə özü deyir ki, bu avtomobil elə sədə da verir, o seversən. Bir BMW-si var. Qardaş, bu BMW mən hələ sürə bilməmişəm. Bu BMW-yə də qoyduğu xərci heç bir avtomobilə qoymayıb da, yəni. Hansı avtomobilləri bəzəyə daha yaxşı yaraşır? Nə bilim, bəzəyə necə demir? Gəlir sizin yanınıza. 2 dəqiqə dəyişirsiniz maşına, başqa bir maşın verirsiniz. Bəzək qoyursan, qoy, götürür. Yəni gedəcək, yəni dayanmaq söhbəti yox. Yəni Mercedes-in bəzi modelləridir, yeni model, amma BMW-nin köhnəsi, təzəsi, fərqi yoxdur. Yəni götürür. Yəni sizin ən çox müştəriləriniz BMW. BMW sürənlər. Ən çox da F10-30-dur bu dəqiqə, yəni Deyək ki, mənim bir F10-um var. Gəldim, nəyi dəyişməyi tövsiyə eləyərsiniz? Bir 5 dənə mənə detal deyin. Yəni belə deyim də, bizim dillə desək. Deyin, onun son başqa tərcüməsi yox. Yəni lipləridir, monitorudur, ruludur. Yəni bu saat sadə gəlir də rul zat M rulundan əvəz eləyirik. Sonra monitor G30 stilli, G20 stilli rul deməli onda mən deyim, siz də sizin dediklərinizi deyirəm də. Birinci BMW sürənlər üçün avtomobilinizin yaxşı görünməyini istəyirsinizsə, dəyişirsiniz sükanı. Bəli. Lipləri. Bəli. Faraların üzlükləri necə? Yox, faraları zbor dəyişir. Hə, faraları ümumiyyətlə dəyişirsiniz. Bəli. Yeni modeldə. Yeni model, yeni nəsil faralar. Birini də ustamız desin. Ön arxa buferlərdir. Bəli. Onlardır. Ön arxa maşında nə qaldı ki? Bufer atdığıdır. Keçək salona. Salonda ruldur. Rulu dedik. Monitordur. Monitor. Sonra Skors başlığıdır, start stopun knopkasıdır, joystickdir. Bu saat krustal gəlir də. Knopkasına qədər dəyişir elə. Hamısını dəyişirik. Sonra hava yerlərdir. Avtomobili də bir 5 il zamanlaşdırırıq. Bəli, bəli. Qısa bir reklam fasiləmiz var. Əslində bizim söhbətimiz uzanıb gedir. Reklamın vaxtından da keçib, mənim də başım qarışıb. Reklam fasiləmizin ardınca yenidən studiyadayıq. Davam edirik dəyərli dinləyicilər. Cənub Avto 001 aksesuar mağazasından Baba Hüseynov bizim qonağımızdır. Mən Instagramda izlədim. Cənub Avto 001 yazmaq kifayətdir ki, siz artıq sosial şəbəkəni tapasınız. Artıq orada çıxırlardı. Avtomobilə dair aksesuara qədər ağlınıza nə gəlirsə var. Mən indi hamısını bir-bir saymaq istəmirəm. Çünki xeyli orada məhsul var. Biz efir boyda danışdıq. LED-lər, çıxırlar, üzlüklər, monitorlar, sükanlar, faraların özləri və arxa stoplar, yəni nə desələr tapa bilirsiniz. Bəli, yəni bir bəli. Olmayan şeydə sifarişlə gəlsin. Bəli, internetdən bir şəkil gətirin, göstərin deyim mənə bundan lazımdır. Qısa zamanda gətirsinlər, quraşdırsınlar, sizə təhvil versinlər. 099 363 0001 nömrəsi ilə də əlaqə saxlaya bilərsiniz. Anar usta isə deyir ki, sizin Chevrolet və Opel ilə bağlı nə dərdiniz varsa, bəli. Yaxınlaşa bilərsiniz. Hara yaxınlaşsınlar Anar usta? Siz yerinizi demədiniz. Bizdə ünvan Cığda yerləşir. Aha, yaxınsınız bizə. Vezdə Avto Təmir Mərkəzi nömrə 1 yazsanız, həm əlaqə nömrəm çıxır, həm də iş yerimizin məkanı yerləşdirmişik. Rahat şəkildə gələ bilərsiniz. Vezdə yazırıq Avto Təmir Mərkəzi nömrə 1. 055 555 85 08. Həm 055-i, həm də 070-i mövcuddur bizdə. Bəli, yaza bilərsiniz əvvəlcədən. İndi ustad da birdən gələsiniz, görəsiniz ki, maşın çoxdur. Əvvəlcədən demək o ən gözəlidir. Daha yaxşıdır, bəli. Mən özüm də istəmirəm müştərini gözlədim. Həm o müştəri gözləməsin, həm də gəlib orada işini gözləyən. Hərdən olur usta. Deyir ki,
gedirsən ustanın yanına, usta yazığında üzü gəlmir, gəlir başqası. Mən gəlmişəm Anar ustanın yanına. Baba bəyin maşınına baxır. Baba bəyin maşının yanında gözləyir ki, Anar usta qutarsın gəlsin. Mən gəlmişəm usta, sən Allah bir də buna da elə belə bax. Artıq usta yazıq heç nə deyə bilmir. Baba bəyin də işləri tökülür qalır. Ona görə əvvəlcədən demək, əvvəlcədən getmək bu məncə daha yaxşıdır ki, sizin də köməyinizə çatır. Motosiklet barədə bizim ustalar çox təəssüf ki, motosiklet ustaları deyil. Motosikletin aksesuarı var. Yox. Baxırsınız. İndi bir gün gəlir. Bizim verilişdə çox maraqlı əslində avtomobillərlə bağlı. Deyim sizə, görün nə qədər rastlaşmısınız. Onlar bəlkə ustasınız da, siz işləyirsiniz. Avtomobillərin soyuducu avtomobillərə çevrilməsi. Söhbət nədən gedir? Adi yük avtomobilləri də onu eləyirlər soyuduculuq, xaladenliklə. Yəni rusca dedim, özür istəyirəm. Məsələn bizim verilişimizdə elə bir qonaq gəlmişdi. Siz təsəvvür edirsiniz, mən də bunu bilmirəm də, açıq birdən ki rastlaşmamışam da. Yazırlar ki, Isuzu'nun falan markasını eləyirsinizmi? Falan maşın falan markasını eləyir. Gördünmü? Buna əslində böyük bir maraq var imiş və gəlirli bir biznes imiş. Bizim insanlar indi gedirlər Yaponiyadan avtomobil sifariş verirlər, Gürcüstandan və Almaniyadan gətirirlər bu maşınları, yük kimi gətirirlər də yəni. Çünki soyuduculuq orada bahadır və burada həmin o şirkətə təhvil verirlər. Şirkət onu düzəldir və sonra bunu böyük marketlərə icarəyə verirlər. İcarəyə verir avtomobili, aylıq bu qədər qazanc versən, sən oradan artıq toyuq əti daşı, mal əti daşı, yəni istimə. Yəni çox belə mənim belə diqqətimi çəkmiş. Sonra bizdə bir qonağımız var idi, ölüxana.com. Biz ölüxanada avtomobil axtaranda, detal axtaranda sayta girirsən, saytda ölüxananın saytı var. Yəni cəmaət adi ehtiyac hissələrinin saytını tapa bilmir, əldə etməkdə çətinlik çəkir, amma ölüxananın saytı var. Bir də bir sual vermək istəyirəm mən. Anlarsa bu Opellərdir, Chevroletlər indi özlərinin xüsusi yağ norması var. Opellər daha çox hansı özüllükdə yağ gedir? Benzin ayrı, dizel ayrı deyək. Marka olaraq deyirsiniz, yoxsa necə? Yox, Opel deyək ki 2000-ci illərə qədər olan modeli, bir də ki bu ən çox olan Opel H Astra'lar. Opel Astra H-lara 530-dur. 530 tövsiyə olunur. Çünki onlarda da temperatur arzu 100 dərəcədə, yəni ilkin olaraq Opel Astra H-larda 100-101 dərəcədə ventilator işə düşür. Yəni o dərəcəyə ki mühərrik qızır. Ona görə onu nəzərə alaraq 530 tövsiyə olunub. Yəni 540 məsləhət deyil, daim elə 530. Çox vaxtında müştərilər maşında yağ azalma olur, gedirlər ustaların yanına, deyirlər ki, yağ azalır, 540-a çevir. O düzgün bir şey deyil. Yağ azalırsa, yağ azalma problemi düzəltmək daha yaxşıdır. Cəmon 540-a töküb mühərrikdə bəzi problemləri üzə çıxartmaqdansa. 530-dur. Köhnə nəsildə 2000-ci ilə qədər olan modellərə də 540 tökülməlidir. Prosta 1040 tökür. O da ən çox yağ azalmaqla bağlıdır. 1040-la tökürlər. Sonra həmin mühərriki yığırsan, təzə ona 540 tökəndə başlayır stəkan səs eləməyə. Götürmür də. Nəfəs açılmır. Çox təşəkkür edirəm hər birinizə. Çox sağ olun, minnətdaram. Cənab Avto 001 aksesuar mərkəzindən Baba Hüseynov qonağımız idi. Nəsə sözünüz varmı sonda Baba bəy? Xeyr. Bir sözümüz yox. Təşəkkür edirik. Sosial şəbəkələrdə Cənab Avto 001 yazmağınız kifayətdir. 099 363 0001 də əlaqə nömrəsi, yadda qalan bir nömrədir. Anar usta, mühərrik ustası Çilingər, Anar Təhsilov bizim qonağımız idi. Opel, eyni zamanda Chevrolet markalar modelləri üzrə ixtisaslaşıb. Usta deyir ki, özümü daha çox bu sahədə yoxlamışam və bu avtomobillərdə problem var, dərdini mən tapıram da, dağa daşa düşmür. Bəli, bəli. Həm də ehtiyac hissələrdə olur bizdə. İstənilən ehtiyac hissəsində sifariş verə bilərsiniz. Həm gətizdirmək də olur, həm özümüzdə də olur. Quraşdırırıq, zəmanət şəkildə də təhvil verilmişlər. Çox sağ olun, minnətdaram mən hər birinizə. Bizə ayrılan vaxt burada sona çatır. Özünüzə yaxşı baxın. Sabah eyni vaxtda 20:00-da görüşmək ümidi ilə.